Euzu billah mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ellezîne yunfikûne emvâlehum billeyli vennehâri sirren ve alâniyeten felehum ecruhum inde rabbihim ve la havfun aleyhim ve la hum yahzanun. Sadakallahul aliyyul azim. Aziz mümin kardeşler, sizleri Şaban ayının son cüməsində Allah'ın evində, Əhl-i Beytin qapısında Allah'ın salamıyla salamlayıram. Esselamu aleykum ve rahmetullah ve berekatuhu. Ve Allah Teala'dan arzum budur ki Allah Teala bu son cüməmizi bizim üçün âli dərəcədə qəbul eyləsin. İlahi Pərverdigar-ı aləm cüməmizi bizim üçün mübarək gel. İlahi Pərverdigar-ı aləm keçən günlərdə olan çətinliklərimizin asan olması üçün bizə kömək ol. İlahi keçən günlərdə nə ki günahlar etmişik, səhv etmişik, xəta buraxmışıq, onların bağışlanmasında bizlərə kömək ol. İlahi gələn günlərimizdə daha da sənə tərəf yön almaqda və sənin yolunda addımlamaqda bizlərə kömək ol. İlahi bütün müsəlman aləmin qoru. İlahi xüsusilə də Azərbaycanımızı və Azərbaycanda yaşayan bacı və qardaşlarımızı hifz et. İlahi ruzilərimizi bol qərar ver ki. İlahi Pərverdigar-ı aləm övladlarımızı iman ilə daha da qəlblərinin nurlu qərar ver ki. İlahi Pərverdigar-ı aləm amin deyən dilləri məhşərdə lal etmə. Muhammed ve Ali Muhammed salavat zikr edeyim. Mübarek Ramazan ayına artıq sayılı günlər qaldı. Şabanın son cüməsi. Alimlərimiz buyururlar ki, yaxşı olar insan bu son cümədə bir fikirləşsin, müraqibə aparsın, özü ilə bir danışsın. Heç olmasa son cümə yadına düşsün ki, mən kiməm, hardan gəlmişəm, necəyəm mən, mənim halım necədir, mənim yaşım nə qədərdir, indiyə kimi nə etdim, bundan sonra nə etməliyəm. Biz özümüzlə özümüzə bir baxmalıyıq, görək ki, neyləmişik bugünə qədər və bundan sonra və doğrudan da insana lazım olan işlərdən biri də məhz odur ki, insan özü ilə bir danışsın, bir baxsın ki, mən kiməm də, mən nə etdim bugünə qədər. Şaban ayı artıq geridə qalır, son cüməsidir, qabaqdan mübarək Ramazan gəlir. Görəsən mən hazırammı Ramazanı qarşılamaqda, görəsən günahlarımın bağışlanması üçün Rəbbimdən layiqincə bağışlanmaq dilədinmi? Hazırlaşdın mı? Çünkü bütün Şaban ayıdır, her günü daha çok digərindən fərqlidir, amma son cüməsi bütün ayından fərqlidir. Sayılı günlər mübarək Ramazan ayına qalır. Bu cümədə insan çalışmalıdır. Əbu Səld İmam Rıza aleyhisselamın səhabələrindən biridir. Gəlir, deyir ki, bəs könlünə düşür ki, imamla görüşmək, gedir onun evinə, qapısını döyür və girir içəri. Görür imam həyatda bir şeylərlə məşğuldur. Soruşur ki, Əbu Səld, xeyrola gəlişin, dedi, darıxdım səni görmək üçün gəldim ya imam və səndən də bir gözəl sözlər eşitsəm, nə xoş halıma. Mən sənsiz bilirsən də məhəbbətim sənə çoxdur. Mən sənsiz diyana bilmirəm. Dedi, heç bilirsən bu ay hansı aydır? Dedi, Şaban ayıdır. Dedi, onu buyurur, ya Əbu Səld, İnnə Şabanə qəd məza əksəruhu fəhəzə axiru cüm'ati fihi. Əbu Səld axır cümə günü gəlmişdi İmam Rızanın huzuruna. Dedi, ey Əbu Səld, ey mənim sahabəm, Şaban ayı artıq qutarmaqdadır. İndi Şaban ayının son cümə günüdür. Hər şey əldən çıxıb deyir. Fətədarək fîmə bəqiyə minhu təqsirəkə fîmə məza minhu. Tədarik gör Əbu Səld. Böyle boşu boşuna gezme, boş danışma, vaxtını hədər vermə.
Bir tədarük gör. Nə qədər ki bu Şaban ayından qalıb, bunda bir istifadə et. Öz əməllərin üçün fikirləş, nə etməmisən bu günə qədər və bundan sonra nə etməlisən və nə edim ki Allah Taala'nın huzurunda mən yaxşı olan bəndələrdən olum. Simam sifətim gözəl olsun Allahın huzurunda əməlimlə. Əbasər. Və aleyke bil iqbal ala ma ya'nik. Sənə xeyir olanlarla deyir, üz tut. Nə ki sənə xeyirdir, o şeylərlə üz tut. Ya Əbəsər deyir. Və əksir minəd dua. Çalış bu son Şabanın son cümə günüdür. Əksir minəd dua. Duavı çoxalt ki deyir. Dua et. Çox dua et. Yalvar Allah'a. Allah'tan istə. Yəni Allah tərəf bir səmimi qəlblə, səmimi bir insanlıq ruhiyyəsi ilə bağlan Allah'a. İstə Allah'ından. Vaxtını hədər keçirtmə. Və əksir minət dua. Duavı artır ki deyir. Və istiğfarı çoxalt ki. Və tilavətil Qur'an. Qur'an çox oxu. Ya Əbəsəld. Mənim də sizə, özümə və sizə duam, istəyim, tövsiyəm, yalvarışım budur ki, Qur'an çox oxuyun. Azərbaycan dilində, öz dilimizdə Qur'anı oxuyaq, bilək, xəbərimiz olsun Allah kitabından. Allah Teala onu bizim üçün göndərib. Biz ona əməl etməliyik. Oxuyub əməlimizi, həyatımızı, dünyamızı və axirətimizi Qur'ana bağlamalıyıq. Qur'anı çox oxu, ya Əbəsər deyir. Və tub iləllahi min zunubikə. Üzvü qibləyə tut. Allah'ı və pərverdigarı tut. Əbəsər. Və tub iləyhə. Tövbə et buyurur. Liyuqbilə şəhrullah, ki Allah Taala'nın o gözəl şəhrullah, Allah ayı olan Ramazan ayı gələndə onu sən qəbul etsin səni. Biz hamımız inşallah Allah Teala ömür versə o aya girəcəyik. Amma bu deyil ki biz qəbul olduq. Qəbulluq məsələsi insanın öz içində olan əməlinin düzgün olmasıdır. Bağışlanma diləməsidir. İmam Rıza Aleyhisselam bu cür buyurur ki bu cür ol. Muhammed ve Ali Muhammed salavatı ki. Çoxdur dua, mən qısaldıram, gəlirəm bura. Belə buyurur, deyir, Allahumma in lem tekun gaferte lena fima meza min Şaban. Deyir, Allahumma ey mənim pərverdigarım, Allahım, in lem tekun gaferte lena fima meza min Şaban, ilahi Şabanın son cümə günüdür. Bu vaxta qədər əgər mənim günahlarımı sən bağışlamamısansa, mənim etdiklərimi, xətalarımı bağışlamamısansa, وَغْفَغْفِرْ لَنَا فِي مَا بَغِيَ بِنْهُ. Səndən ricam budur, səndən yalvarışım budur, səndən istəyim budur. Şabandan ki sayılı günlər qalıb, axır cümədir və ondan sonra az bir gün qalıb, sənə qurban olum ilahi pərverdigarı aləm. O vaxtda bizi bağışla. Biz də dua eləyək. İlahi ya Rabbim Allah. Necə ki İmam Aleyhissalatu vesselam özü səhabəsi ilə bir yerdə yalvarışla, dua etməklə xətaların aradan getməsi üçün, bir daha xəta etməmək üçün bu cür yalvarışdadır. İlahi pərverdigarı aləm, sən də bizim ibadət və itaatimizi bizdən qəbul eylə ki. Bugün inşallah istərdim ki sizlərlə səxavət haqqında danışaq. Çünki insanlara daha çox lazım olanı, elə bilirəm, daha çox gərək olanı səxavətdir. Çünki il, ay bə ay, illər elə bir sürətlə gedir ki, insanlarda səxavət hissi, duyğusu tamamən azalmağa doğru gedir. Amma Allah Teala Quran-ı Kərimin ayəsində, sözümün əvvəlində, Bəqərə surəsinin 274-cü ayəsində buyurur ki, "Əllezîne yunfiqûne amvâlehum bil-leyli və nahâri sirran və alaniyyeten felehum ecruhum inde rabbihim." Deyir ya Peygamber, "Ellezîne yunfiqûne amvâlehum." O insanlar ki onlarda olan ruzi, onlara ki mən o ruzini vermişəm, öz ruzilərindən yunfiqûne verəcəklər bil-leyli və nahari, gecə və gündüz, sirran və alaniyyeten, sirli olsun, istərsə açıq aşkar olsun, felehum ecruhum inde rabbihim. Onların əcri Rəbbinin yanındadır.
Yani öz Pərverdigarının yanındadır. Və la xavfun aleyhim və la hum yahzanun. Peygamber onlara çatdır. Onların bu dünyada hiçbir və qiyamət günündə də o cür olan insanlar, yani Allah Teala'ya bağlanan insanlar, və la xavfun aleyhim. Onların hiçbir nedir? Korkuları yoktur. Və la hum yahzanun. Onlar için hiçbir hüzün günü de, hüzün vakti de olmayacak. Səxavət. Biz namaz qılırıq, əməldir. Oruç tuturuq, o da bir əməldir. Amma səxavət əməl deyil. Səxavət bir sifətdir insanda. Hətta alimlərimiz buyururlar ki, səxavət elə bir sifətdir ki, o təzahür edir. Baxın, ola bilər ki, buyurur, ola bilər bir insan çox kasıb ola, amma o səxavətli ola. Sual verirlər ki, biz necə ola bilər ki, bu insan həddindən artıq kasıbdır, amma səxavətlidir. Səxavətlilik onun ruhunda var, onun nəfsində var, səxavətli sifəti var. Əgər Allah Teala ona imkan versə və yaxud da əgər onun öz imkanı olarsa, səxavətli onun ki qəlbində var, ruhunda var, o onu verəcək. Amma sonra buyurur, alimlər yenə buyururlar ki, elə insanda var ki, gün ərzində 100 nəfərə hər gün yemək verir, yemək dağıdır. Amma onda səxavətlilik yoxdur. Sual verirlər ki, necə ola bilər ki, bu insan gün ərzində 100 nəfərə ehsan tədarük görür və bu işi onlara, bu gözəl işi görür, amma onda səxavətli sifəti yoxdur. Necə olur bu? Deyir, bu cürdür. Ola bilər ki, insan nəyə görəsə bu işi görmüş olur. İnsan var, məcburdur bu işi görür. Onu məcbur edirlər, amma onda səxavətli sifəti yoxdur. İnsan da var ki, o işi görür ki, onun hakkında danışsınlar. Yani yine de orada səxavətli değil. Hakkı, yani məram var. Bir var ki, ben bu işi görürüm ki, ilahi, ben senin rizan için bunu görürüm. O riza yoktur. Yani o səxavətli sifəti yoxdur onda. Səxavət sifəti olmalıdır insanda. Yani məqsəd güdülür o əməldə. Bu işi ben görürüm ki, falan kəs görsün ki, ben bu işi gördüm. Deməli o səxavət orada değildir. Səxavət deyil o əməl. Və yaxud da mən gün ərzində bir 50 nəfərə kömək edirəm ki, bilsinlər ki, mən bu işi görürəm. Yine de orada səxavət əməli deyildir. Və yaxud da kimsə kimisə məcbur edir ki, sən gün ərzində, ay ərzində, il ərzində bu işi görməlisən. O da məcburdur, bu işi görür. Deyirlər ki, falan kəs bu işi gördü. Yine de əslinə qalanda bunda səxavət üzü yoxdur. Səxavət üzü Allah Teala insana göstərir ki, buyur, bu ayənin özündə də bəyan edir ki, insan səxavətli nə qədər olmuş olarsa bir o qədər də gözəldir. Və insanın çoxalmaq üzərə gedən imkanında onun öz içində olan necəliyi biruzə verir. Belə deyək də, bir var meyvəni soyandan sonra onun iç aləmi bəlli olur ki, içində nə var bu? Yəni kəsəndən sonra bəlli olur ki, bunun içində nə var? İnsana da verilen o imkandan sonra insanın iç alemi belli olur ki, bu insan necədir ve necə olmalıdır. Biz insanlara, bakın, İnsan Suresinin 8. ayesinde Allah Teala buyurur ve yut'imûne ta'ame ala hubbihi miskinen ve yetimen ve asiren. Böyle insanlar var aramızda, o insanlar taam verirler. El tutarlar, ta'ame ala hubbihi. Ama bir var ki bazı insanlar yemeği verirler veyahut da her bir şeyi verirler, necəsə razı belki de olmadan deyir ala hubbihi. Yani ve onlar yemeklerini özlerinin ihtiyacı ala hubbihi, özlerinin ihtiyacı olup çok sevdikleri bir vaxtda, onlara lazımlı, gərəkli bir vaxtında deyir, baxmayaraq özlerini daha çok ihtiyaclıdırlar, miskinə verəcəklər və yetimən, yetimə verirlər və əsirən, əsirə verirlər. Sonra buyurur, innəmə nut'imukum li vechillah. İnsan 9'da buyurur. Biz həqiqətən də bu işi görürük, sizə bu yeməyi veririk, sizə bu imkanı yaradırıq li vechillah, Allah üçün.
Əsas məsələ budur. İnsan bir işi görə Allah üçün. İlahi, mən bu işi gördüm sənin üçün. La nuridu minkum cəzaən və la şukuran. Və bu etdiyimiz işi ki Allah üçün edirik, bunun müqabilində sizin şükrünüzə və yaxud da minnətdarlığınıza bizim ehtiyacımız yoxdur. Yəni mən ehtiyac bilmirəm. Bu işi ki mən Allah üçün riza lillah edirəm, sənin mənə etdiyin çox sağ olan ona ehtiyacım yoxdur. Çünki mənim bağlantım Rəbbimədir, pərverdigarımadır. Mənim Allahım o cür istəyir və mən də onu o cür verdim. O cür oldu. O cür verəndə nə gözəl ləzzətli olar, nə gözəl o keyfiyyətli olar, nə gözəl olar insan. İlahi, mən bu işi gördüm, sənə görə gördüm. İlahi, bu işi görəndən sonra qarşımdakı olanın çox sağlığını gözləmədim. Niyə? Çünki mənim ona ehtiyacım yoxdur. Mən sənə görə bu işi görmüşəm. Bax, o zaman insan həqiqi Allah bəndəsi olur ki, Allah üçün, livəzhillah, Allah üçün etdi. Səba 39-un axırında buyurur, və mə ənfəqtum min şeyin fəhuvə yuxlifuhu. Gözəl buyurur. Və mə ənfəqtum. Hər nə qədər, ey müsəlman, ey insan, Allahın bəndəsi, məxluqat. Və mə ənfəqtum. Allah yolunda sərf etdiyiniz hər bir şeyin deyir. Hər bir şey ki sən ona vermirsən, fəhuvə yuxlifuhu. Onun əvəzini Allah Teala qaytaracaq sənə. Verər Allah Teala sənədir. Və mə ənfəqtum. Nə vermişsizsə, amma livəzhillah deyir ha, min şeyin, hər bir şey ki vermişsiniz, Allah xatirinə vermişsizsə, fəhuvə yuxlifuhu. Və Allah sənə qaytaracaq onu. Sənə verəcək onu deyir. Sən onun üçün deyir, darıxma. O və xayrur raziqin, o ruzi verənlərin ən yaxşısıdır. Ən yaxşılarındandır. Ən yaxşısı olan odur. Yəni Allah Teala özüdür buyurur. Və mimmə rəzqnahum yunfiqun. Və ruzi olaraq deyir, verdiyin şeylərdən Allahın yolunda xərcləyənlər. Və mimmə rəzəqnahum yunfiqun. Nə ki sizə vermişdi Allah Teala, yunfiqun. Allah üçün verdinizsə, nə xoş halınızsa. Amma indi Bəqərə 272-də buyurur ki, leysə aleyku hudahum. Buyurur, məsələn, Həzrəti İbrahim əleyhissalam, bilirsiniz, qonaqpərvər insanlardan, peyğəmbərlərdən biri idi. Allahın yaratdığı insan və Allah Teala tərəfindən göndərilmiş bir peyğəmbər. Və qonaqsız, yəni yanında digər süfrə açandan sonra digər bir ikinci adam olmazdısa narahat olardı. İbrahim əleyhissalam qapını vurar, gedərdi. Bir insanı tapardı və onunla bərabər gəlib süfrəsinə əyləşər və o yeməkdən yeyərdi. Elə günlərin bir günü gəlib süfrəsində əyləşəndə İbrahim əleyhissalam gördü ki, yox, təkəm, darıxdı. Hər nə qədər istədi ki, əlini atsın, süfrədən bir şey yesin, yeyə bilmədi. Qapını bağladı, getdi. Bir nəfər tapdı, gəldi onunla bərabər, dedi, gəl mənim evimə bir yerdə yemək yiyək. Səni mən qonaq çağırıram. İnsan gəlib əyləşdi süfrəsində, başladı yeməyə. İbrahim Bismillahirrahmanirrahim başladı yeməyə, gördü ki, qarşısında da əyləşən qonaq Bismillah demədən yeməyə əl uzatdı. İbrahim bir ara yiyəndən sonra dedi, sən Bismillah demədin, dedi, xeyr. O nə deməkdir? Dedi ki, bəs Allahın adı ilə insan süfrəyə əyləşəndən sonra Bismillah deyib sonra başlamalıdır. Dedi, sənin dedin, o Allahı mən tanımıram. İbrahim dedi ki, əgər tanımırsansa, mənim süfrəmdən də uzaq ol. Dedi, nə oldu? Bəyək çağırdın məni, indi özün də mənim evindən qovursan. İbrahim əleyhissalam onun evindən xaric etdi. Elə ki, qonaq evdən çıxdı, Cəbrail əleyhissalam nazil oldu. Salam İbrahim, əleyhissalam. Allahın sənə salamı var, əleyhissalam. Dedi, İbrahim, o çağırdın, özün tək idin, çağırdın, sonra da ki, nə baş verdi ki, onu süfrəndən uzaq etdin. Dedi ki, o Bismillah demədi. Dedim ki, bəs Allah var. Bəs insan başlamalıdır Bismillahla. Dedi ki, sənin Allahı mən tanımıram, ona görə Bismillah demirəm. Ona görə mən xətrimə dəydi, yəni azığıma gəldi, mən onu evimdən xaric etdim. Dedi, Cəbrail dedi ki, Allah buyurur, İbrahim nə oldu? Həmən Allahı tanımayanı Allah Teala özü 40 ildir, 50 ildir çörək və ruzi yetirirdi.
bir dəfə sən Peyğəmbər İbrahimə gəldin, möhtac oldu. Halbuki özün onu evə çağırmışdın, sən öz ruzivi ona vermədin. Nə baş verdi? Onda İbrahim əleyhissalam anladı ki, səhvdir. Tez çıxdı yola, getdi həmən insanı yarı yoldan çağırdı. Deyəm, nə oldu, bayaq məni çağırdın, süfrəndən qovdun, indi təkrarən məni evə çağırırsan. Deyir, gəl əyləş. Yeməyi bir yerdə yeyəndən sonra dedi, yox, sən mənə izah et görüm nə baş verdi. Dedi, səndən sonra ki, elə ki səni evimdən çıxartdım, Allah Teala Cəbrail nazil etdi və mənə dedi ki, nə oldu, mən o insana 40 ildir, 50 ildir, heç məni tanımırdı, ona ruzi verirdim, amma sən bir dəfə ona ruzi vermədin. Nə baş verdi? Qıymadın bu insana. Ondan sonra dedi ki, Allahı mənə tanıt, mən Allahı qəbul edeyim, haqqı qəbul edeyim. Bax bu cür. İndi Bəqərə 272-də buyurur, Leysə aleykə hudahum. Deyir, sən kiməsə nəsə verirsənsə, nəsə kömək edirsənsə, təkcə sənin imkan daxilində, imkanın varsa, kiməsə əl tutursansa, təkcə o mömin və müsəlman olmamalıdır. Leysə aleykə hudahum. Sənin üzərində deyil, haqq deyildir. Onların batinidir, hidayətləri sənin öhdəndə deyildir. Leysə aleykə hudahum. Yəni sən təkcə mömin olanlara deyil, başqalarına da əl tutmalısan. Əgər o kasıbdırsa, miskindirsə, yarımçıq yolda qalıbsa, ehtiyaclıdırsa, sənin imkanın varsa ona əl tutmalısan. Baxmayaraq ki, o mümin deyildir. وَلَكِنَّ اللّٰهَ يَهْدِي مَنْ يَشَاءُ. Və sənin Rəbbin bilir kimə hidayət etmək lazımdır, kimi haçan hidayət etmək lazımdır. Lakin istədiyini hidayət edən Allah'dır. وَلَكِنَّ اللّٰهَ يَهْدِي مَنْ يَشَاءُ. İstədiyini hidayət edən sənin Rəbbindir, pərverdigarındır. Sən bunu bilməlisən. İnsan bunu bilməlidir. Təkcə mömin yox, sənin qapıva gələn mömin deyilsə, ibadət etmirsə, namaz qılmırsa, amma ehtiyaclıdır sənin qapıva gəlibsə, sən onun qəlbinə dəyməməlisən. Ona imkanın qədərində kömək etməlisən. Allah Teala belə buyurur. Və ma tunfiqu min xeyrin fəli anfusikum. Allah yolunda nə mal xərcləyirsənsə öz xeyrinədir. Və ma tunfiqu min xeyrin. Özün üçün o xeyri edirsən. Və ma tunfiquna illə ibtiğa'a vəcihillah. Və Allahın razılığını qazanmaqdan başqa bir şey üçün xərcləməmisən. Və ma tunfiquna illə ibtiğa'a vəcihillah. Nə etmisənsə Allahın razılığını qazanmaq üçün bu işləri görmüsən. Və ma tunfiqu min xeyri yuvaffa ileykum və entum la tuzlamun. Deyir, hər bir şeyi ki sən vermisən, bəni Adəm, yuvaffa ileykum. Sənin öz xeyrivədir və sənin bu işivə heç vaxt, yəni bu xeyr işivə, bu gözəl işivə, gözəl əməlivə heç kim nə etməz? Allah Teala deyir, ziyan verməz. Sənin özün üçündür o. Sənin öz xeyrin üçündür o. Sonra buyurur, İnnellezine amenu ve amilus salihati ve aqamus salata ve atez zakata lehum ecruhum inde rabbihim ve la khafun aleyhim ve la hum yahzanun. O insanlar ki deyib buyurur, iman getirdi ve güzel əməl sahibi oldu ve aqamus salata, namaz qıldı ve zakatın verdi, lehum ecruhum, onların güzel bir əzri vardı inde rabbihim, Rəblərinin yanında ve la khafun aleyhim ve la hum yahzanun. Ya Peygamber onlara de, onların hiçbir korkusu yoktur, hüznünləri yoktur onların. İndi Münafıqın suresinin 10. ayesinde belə buyurur. Və enfiqu mimma razaqnakum min qabli an ya'tiya ahadakumul mauta fayaqulu rabbi lawla akhartani ila ajalin qaribin fasaddaqa və akun minas salihin. Birisi nə deyir Allah Teala? Deyir, və enfiqu mimma razaqnakum. Sizə nə verilibsə, imkanınız nəyə çatırsa ondan infaq edin, verin. Nə ki qazanmışsınız onlardan verin. Min qabli an yati ahadakum. Sizin hələ xəbəriniz olmadan, sizin heç birinizin xəbəri olmadandır. Ölümdən xəbəriniz olmadan qapını bir döyən olacaq deyir. Xəbəriniz yoxdur, mənim ondan xəbərim yoxdur. Deyir, ruzindən xəbislik eləmə, xəsislik eləmə. Ondan verginən
Ver ki sən dünya və axirəti qazana biləsən. Bu imkan ki, nə qədər sənin əlivə düşüb, nə qədər sən eləyə bilirsənsə bundan digərlərinə, ey insan, bəni Adəm, xəsislik eləmə, verginən ondan. Bir vaxt, bir zaman gələcək, xəbərin olmaz, qapını bir nəfər deyir, döyəcək deyir. Elə ki, o qədər ki, bu sözləri eşitmisən və eşidə Allah kəlamların ona qulaq asmamısan, asmadığın təqdirdə gəlib, o xəbərsiz qonağın gələndə, qapını döyəndə deyir, nə buyurur? Əl-mut fəyəqulu. Elə ki, gördü ki, o xəbərsiz qonaq gəldi, Əzrail əleyhissalam gəldi. Fəyəqulu Rabbi, ləvlə əxərtəni ilə əcəlin qaribun fəəsəddəqə və əkunə minəs salihin. İlahi pərverdigarı aləm, indi ki, göndərmisən öz mələyivi mənim canımı almağa, ilahi mənim imkanım var, bugünə qədər bunu etmədim, ilahi mənə əgər ömürdən bir pay verəcəksənsə, mənə təkrar bir möhlət verəcəksənsə və mənim imkanım olacaqsa mən yaşamağa, bundan sonra ömrüm uzanacaqsa, ləvlə əxərtəni ilə əcəli qarib, biraz mənə möhlət verəcəksənsə, fəəsəddəqə, mən də deyir sədəqə verəcəyəm, mən də infaq eləyəcəyəm, mən də sənin buyduğun o əmrə baş əyirəm deyir. Və əkunu minəs salihin, və salihlərdən olacaqam. Nə zaman? İnsana deyilir ki, imkanın var və bu imkanın müqabilində eləyə bilərsən, qonşuva əl tutasan, ata və anava əl tutasan, bazı və qardaşlarına imkanın daxilində əl tutasan, yəni ümumiyyətlə Rəcəb, Şaban, Ramazan onun üçündür ki, insanın qayıdışı üçün, mənim və sizlərin qayıdışı üçün hara haqq yola, nə zamana kimi? O zaman ki, o qonaq ki var ha, hələ qabaqcadan xəbər göndərmir ha, gəlir o, gecə də gələ bilər, gündüz də gələ bilər. Günün hər vaxtında, gecənin hər bir vaxtında gələ bilər. Allah Teala ona o imkanı verib ki, biz insanlar gözlərimiz açıq olan bir vaxtda istəyərik ki, o gözlərimizi yumaq imkanı olmaz, bizim ruhumuzu alacaq bədənimizdən. Və yaxud da gözlərimizi yummuşuq, istəyərik ki, açaq, yenə də imkan verməz. O zaman o cür bizi aparacaq. Nə çox o cür gedənlərimiz var. İnsan uyanmalıdır, ayılmalıdır. Və yaxud da nəfəs verdim, nəfəsi verdim, almaq istəyirəm. O cür gedir. Və yaxud da ki, aldım nəfəsi vermək istəyirəm, amma imkan yoxdur. O vaxta qədər idi ömrümüz. Tamamlandı. Bunu biz görə gəlmişik. O vaxt elə eləməyin ki, o qonaq gələndə, sənin qapını döyəndə, ömür qapını döyəndə ki, qutardı artıq, sənin həyatın qutardı, nəfəsin qutardı, vaxtın qutardı, anın qutardı, tamamlandı bu vaxtın, deyir, ondan o qədər ver. Etmədin ta o vaxta qədər Əzrail əleyhissalam gəlib yaxınlaşdı sənə və sənin qapını, ömür qapını döyəndə onda dirəlləri qaldırdın, gördün ki, çarə yoxdur, ömrüm əlindən gedir və mənim var və dövlətim hər nə qədər çox idi, amma buna baxmayaraq mən xəsisliyimdən, xəbisliyimdən yaxınlarıma və digərlərinə əl tutmadım, eləyə bilərdim bunu. Bunu eləyə bilərdim, amma etmədim, səxavətim yox idi çünki. İnsanlıq ruhiyyəmdə və o imkanım yox idi. Allah Teala bütün bu Qur'an-ı Kərimin ayələrini biz insanlara göndərir ki, yəni insanların arasında bir mehribançılıq, məhəbbət toxumun səbsin. Bütün müsəlmanların, bütün dünyaya bir-birinə dəyər və qiymət vermə amal və amaçdır. Yəni dünyanı da xoşbəxt yaşa, qiyamətdə də xoşbəxt ol günən. Dünyada da gözəl yaşa, qiyamətdə də gözəl günlər sənə nəsib olsun. Dünyada da mehriban ol, qiyamətdə də mehriban günlər yaşa. O ətrafında, çevrəndə olan insanlarla bərabər, onlarla bir yerdə ol. Məqsəd və amal budur. Yəni insanın iç aləmi təmiz və pak olması, yəni əməl var, əməllərdir, bir neçə hissəyə bölünür, amma səxavətin bir sifəti var. O səxavət sifəti isə insanda olmalıdır. O mehr, məhəbbət insanın batinində, qəlbində, daxilində olmalıdır. Fikrindən belə keçirdərsə ki, bəs mənim imkanım olsa, inşallah mən bu işi görərəm, onun təkcə dili deyil, qəlbi və ürəyi o cür danışır, onun daxili o cür danışır. Çünki o cür istəyir, özünü o cür hazırlayıb, o cür olan insanlardandır.
Allah Teala bizi de o cür olan insanlardan karar versin inşallah. Sonra buyuruyor ki وَلَنْ يُؤَخِّرَ اللّٰهِ نَفْسًا اِذَا جَاءَ اَجَلُهَا وَاللّٰهُ خَب۪يرٌ بِمَا تَعْمَلُونَ diyor ya peygamber. Hemen ayenin sonrası diye buyurur. وَلَنْ يُؤَخِّرَ اللّٰهَ نَفْسًا Allah Teala der insanlara de peygamber. وَلَنْ يُؤَخِّرَ اللّٰهَ Allah Teala ki Əzraili gönderdi. İnsanın ki vaxtı gelip tamamlayıbsa təxirə salmaz onu. İza ca eceluhu, eğer onun eceli gelmişse vallahu habirun bima ta'malun ve onlara deyinən and olsun mənim dərgahıma, mən bilirəm bu insan nə ilə məşğuldur və o nə edəcək, nəyə qadirdir. And olsun deyir dərgahıma, mən bilirəm. Deyir, əgər onun əcəli gəlibsə onu artırmaram. O yenə, yəni məqsəd nədir? O insan yenə yalan danışır. Yalandan ibarətdir. Ona ömür versəm də o cür olacaq yenə də. Yaddan çıxadacaq. Çünki biz oxumuşuq da Hz. Musa aleyhisselamın qövmi dəryadan çıxandan sonraki ya Musa biz sənə bildik, səni tanıdıq, sən haqq olan peyğəmbərsən. Az keçmişdi ki Musa aleyhisselam getdi Tur-i Sinada mükalimə etməyə Rəbbi ilə, qaydandan sonra gəlib gördü ki ümməti, qövmi nəyə baş əyir? Büzova. Bilir Allah Teala bilir bizim içimizdə nə var nə yox. Ona göre buyuruyor ki bəs gözəl ol, Allah tanıyan ol, Allah beğenen ol ve her işini görürsənsə rizalillah, Allah üçün koy. Onu Allah üçün gör. Allah üçün görsənsə dünya ve ahiretin güzel olar. Pərverdigar-ı aləm. Şaban ayının son cüməsidir. Qaldırın əllərinizi. Doğrudan da bugün bir daha ömrümüzde gelmez elimizə. 2026 ilin Şaban ayının son cüməsi. Değerli bir gece, günlerden biridir. Mübarek günlerden biridir. Duaların kabul olunan günlerinden biridir. Ve öz günahlarını gözümüzün önüne getirək. İlahi, biz senin aciz bəndələrinik. Ama senin evinde əyləşmişik. Ama bizim de xətamız var, günahımız var. İlahi bizim xəta ve günahlarımızı sen özün bağışla. İlahi bu əlləri ki senin huzuruna qaldırmışıq, səni an verir cəlalı və izzəti və əzəməti və naümid sinəmizi qaytarma. İlahi bu əlləri bu dünyada namərd üzünə açma. İlahi bizləri qiyamət günündə xəcalətli eləmə. İlahi hər nə qədər Rəcəbdən, Şabandan oruç tutduq, namaz qıldıq, dua etdik, hem sana qıldıq ya Rabbim Allah, onları bizdən qəbul eyle. İlahi biz bilmirik, ola bilər elə bir səhv, elə bir günah etmişik və yaxud da elə bir insanın qəlbinə dəymişik, amma yadımızdan çıxıb ya Rabbim Allah, səni an verir cəlal və izzətin xatirinə, onları bağışla yine. İlahi xəstələrimiz var evlərdə, xəstəxanalarda. Qürbətdə olan qardaşlarımız var, ailələr var, onlar iltimas ediblər. Onların da müşkülləri və xəstələri var. İlahi hər növ xəstə varsa, hər yerdə vardılarsa və hər iltimas edənin müşkülü və istəyi, hacəti var. Onların həll olunmasında və xəstələrinin şifa tapmasında sən özün onlara kömək ol ki. Pərverdigar-ı aləm bizləri övladlar yanında xəcalətli eləmə. İlahi bizim övladlarımıza şeytandan uzak olmak için ve dövrün, dünyanın ağuşa aldığı pis əməllər ki var ya Rabbim, bizde de var o, bizim ülkemizde de var. Yan kesmeyip ya Rabbim Allah, İlahi o bəd işlerden, pis işlerden, çirkin işlerden bizim evladlarımızı koru. İlahi, senin yolunda sabit qədəm olmak için bize güç ver. Pərverdigar-ı aləm, sənə an verirəm cəlal və izzətin xatirinə, Şabandan son günlər qalıb. Bu son günlərdə bizim Ramazana girməyimizi bizə qismət qərar ver. Ramazanda sənin həqiqi bəndə olmaq qabiliyyətini tapmaq üçün hər birimizə kömək ol. Pərverdigar-ı aləm, amin deyən dilləri məhşərdə lal etmə. İlahi bizləri sahibə zaman aleyhisselamın əskərlərindən qərar ver. Pərverdigar-ı aləm,
Ya Rabbim Allah, bizim dualarımız çok, arzularımız çok, ibadet ve itaatimiz az. O naqis olan ibadet ve itaatimizi bizden kabul eyle. İlahi kıyametin gününde Kur'an huzurunda, peygamberlerimin huzurunda, ilahi ehli beytimin karşısında, güzel sahabelerimin karşısında bizleri hacaletli eleme. Perverdigar-ı alem ömrümüzün ahırına kadar Allahu Ekber dilimizden düşmesin. Bütün dualarımızın kabulü için peygamber ve âli, peygamber salavat-ı zikirleyelim.